Milli Müdafiə Universitetində Hərbi İdarəetmə İnstitutunun Komanda Qərargahı akademik kursunun 25-ci buraxılışına həsr olunan mərasim keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək məzunlara Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər heyətin təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin kursu tədris edən professor müəllim heyətinə öz təşəkkürünü bildirib. O, peşəkar və müasir tələblərə uyğun zabit kadrlarının hazırlanmasının Ali Baş Komandan tərəfindən Azərbaycan ordusunun rəhbərliyi qarşısında qoyulmuş prioritet məsələlərdən biri olduğunu qeyd edib və bu istiqamətdə görülən işlərin, o cümlədən hərbi təhsil sistemində aparılan islahatların ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Daha sonra Komanda Qərargahı akademik kursunu birinciliklə bitirən polkovnik leytenant Vüsal Abdurrahmanova diplom, fəxri fərman və hədiyyə təqdim edilib. Sonda digər məzunlara diplomlar təqdim olunub və xatirə fotoları çəkilib.